Tovuz sakinləri mövsümi meyvələrdən qışa tədarik görmək istəsələr də bunu reallaşdıra bilmirlər. Çünki rayon ərazisində mağazalarda şəkər tozu tapılmır. Sözü gedən məhsul olan mağazalarda məhsul yalnız 50 kiloqram kisələrdə satılır ki, bunu da almağa hər kəsin imkanı çatmır. Qıtlığı bahalaşma olacağı ilə əlaqələndirənlər də var. Mağaza sahibləri rayon ərazisində şəkər tozunun tapılmamasının səbəbini mövsümlə əlaqələndirirlər. Hər il sezonda belə olur. Tələbat çox olduğu üçün məhsul tez bitir. Bəs qıtlıq ola bilərmi? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Milli Aza açıqlamasında bildirib ki, ötən illə müqayisədə bu məhsulun idxalında artım var. Ötən ilin ilk 5 ayında şəkər idxalı 86 milyon dollar civarında idisə, bu ilin ilk 5 ayında 90 milyon dollarlıq şəkər idxal olunub. Meyvə və tərəvəzin yığım dövrü olduğuna görə əhali kompot, mürəbbə bağlayaraq qışa tədarik görür. Çünki hazırda ucuz dövrdür. Bu da şəkər tozuna marağın çox olması ilə bağlı olaraq mağazalarda tükənə bilər. Bu müvəqqəti problemdir. Bəs şəkər tozu bahalaşa bilərmi? Ekspert qeyd edir ki, dünyada bu məhsul hazırda ucuzlaşmaya doğru getdiyi üçün bizdə də bahalaşması gözlənilmir.